Nə edim qarın piyləri maraqlasın. Bunun üçün sizə ilk növbədə kalori defisitinə ehtiyacınız var. Kalori defisitini az yeməlisiniz. Qarın piyləri bir dənə şar fikirləşin, şar. Və hər dəfəsində bədənə qida daxil etdikdə həmin şarı biraz da üfürürsünüz. Yəni həmin o şar bizim pi hüceyrələrimizi müəyyən dərəcədə simvolizə eləyir. Və hər dəfəsində yemək yedikcə o həmin o bax bu boyda olan pi hüceyrəsi biraz da böyüyür. Biraz da yeyib istifadə etmədikcə enerjiləri, çünki enerjilər gəlir bax bu pi hüceyrəsinin içərisində dolur. Necə ki şarı üfürəndə hava həmin şarın içərisinə dolur. Bax enerji pi hüceyrəsinin içərisinə dolduqca həmin o pi hüceyrəsində ölçüsü böyüyür. Və bir müddət sonra sizin bax bu boyda olmalı olan pi hüceyrəniz bir dənəsi bu boyda olur. Və normada sizin qarnınız düz olmaq yerinə bax belə bir qarnınız olur. Yəni sizin qarnınızı ümumi böyüdən onun içərisindəki kiçik-kiçik pi hüceyrələrin enerji ilə dolub böyüməsi deməkdir. Yəni bu zaman bu o deməkdir ki, qarında yerləşən tamamilə fizioloji normal, fizioloji təbii olan bir hal olan, sizin bədəninizin bir parçası olan, necə gözünüz var, qaşınız var, saçınız var, bu normaldır. Eləcə də içəridə görmədiyiniz pi hüceyrələri var. Həmin də pi hüceyrələrin içərisinə enerjinin dolması deməkdir. Qarın piylərimi necə yandırım? Qarın piylərimi necə yandırım demək, qarnımda yerləşən, qarın bölgəsində yerləşən pi hüceyrələrinin daxilində olan enerjini necə istifadə edeyim? Bax, bu cümləni belə dəyişdirəndə daha məna yüklü olur. Deməli, mənim qarnımdakı pi əslində mənim qəbul edib də istifadə etmədiyim enerjiymiş. Bəs bunu nə etməliyəm? İstifadə eləməlisiniz. Və bunu istifadə edərkən kənardan orqanizmə daxil olan enerjinin də az daxil olması lazımdır ki, bədənə enerji çatışmazlığı yaransın. Və bu enerji çatışmazlığından bədənin məcburiyyət qarşısında qarın yağlarına müraciəti baş versin. Yəni onlardan istifadə etmək məcburiyyətində qalsın və bundan sonra artıq qarın yağlarının əriməsi prosesi baş versin. Bu ilkin və əsas şərtlərdəndir. Bu yoxdursa da zaten qarın falan heç yana əriməyəcək.